Sakinlər iddia edir ki, sosial şəbəkələrdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi tərəfindən qəsəbə ərazisindəki göl çirkləndirilir. Əməkdaşlarımız ərazidə yaşayan sakinlərin müraciəti əsasında sözü gedən ünvanda çəkiliş aparıb. Rəşad Vəkiloğlu sakinlərin iddiasının nə qədər doğru olub-olmadığını aydınlaşdırıb. Bərabər izləyək. Gölü zəhərləyirlər, həm burada yaşayan əhaliyə zəhərləyirlər. İyidən dayana bilmirlər. Özüm səhər işə gedəndə görürəm necə iyi gəlir, burnumu tutub gedirəm. İndi birazdan istilər başlayanda bu ilin nəticəsində ağcaqanadlar var. Ərazidən gələn üfunət, pis qoxu burada yaşayan bütün sakinlərin narahatlığına səbəb olub. Eyni zamanda göldə suyun artması da bəzi evləri suyun altında qoyub. Ətrafı üfunət iyi bürüyüb. Əksər evlərin zirzəmisi və həyətyanı sahəsi çirkab suların altında qalıb. Görüntülər Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Daşagil gölünün ətrafındandır. Sakinlərin iddiasına görə göl ərazidəki müəssisələr tərəfindən çirkləndirilir. Ayrandır, qatıqdır, onların iyrənmişdir. Buradan da kimyəvi maddələrdir, oradan da dəri zexindən Allah bilir nələr tökülür, oradan fermadan nələr tökülür, Allah bilir. Ərazidə boya və süd məhsulları zavodu, eləcə də ferma fəaliyyət göstərir. Şahidçilər iddia edir ki, adı çəkilən bu müəssisələr tərəfindən gölə çirkab sular və kimyəvi qatıqlar axıdılır. Göldəki suyun rənginin dəyişməsini isə bu məsələyə sübut kimi təqdim edirlər. Ən çox ifunəti verən əsas Milladan gələn. Millanın kanadası buraxır. Orada da yəni süd zad istehsal olunur da, süddür, nə bilim, nəsə ayrandır. Onun yəni qalıntı sular bura axdığına görə ağ rəngli olur da. O da səhər-səhərlər olur çox var. Axır, görürsən ki, bir 100 metrə bir ətrafa belə ağardı. Həmin vaxtda iyi gəlir. Milla Deyri tərəfindən Daşagil gölünə çirkab sularının axıdılması faktı təsdiqləndi. Bildirildi ki, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin çirkab suları 12 ildir həmin gölə axıdılır. Müəssisədə yığılan sular bir mərkəzə yığılır. Həmin o Daşagil gölünə axıdılan sularda da təbii ki, Milla Deyri şirkəti də axıdır. Biz davamlı olaraq ətraf mühitin çirklənməsinə görə də ödənişlərimizi rəsmi qaydada edirik. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, ərazidəki mövcud vəziyyətdən xəbərdardılar. Nazirliyin əməkdaşları tərəfindən araşdırmalar aparılır və nəticəsi barədə məlumat veriləcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.